Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Bütün izleyicilere selam deyip sağlamlık arzuluram. Türk Müslümanların milli hikmetini qutadğı bilik konusunda 4. bölümünü başlarıq. Xorasanlı Yusif'ten başlayacağıq. Hökmdarın xalq üzerinde hakkı olduğu kimi xalqın da onun üzerinde eyni derecede hakkı vardır. Rəiyyət onun hüququnu qəbul etməlidir. Hökmdar da rəiyyətin malını, canını qorumalıdır. İki hikmət keçmiş bəhsin sonuydu. Bu bəhsin ön sözü. Xorasanlı Yusif 1000 il bundan əvvəl təklifi toplumda haqq qavramından danışır. O zaman hakimlə rəiyyət arasında olan haqlı ilgiden danışır. Bu haq doğal, təbii bir haqdır. İnsanın insanlığından qaynaqlanır. O əsasda Türk Müslümanın milli hikməti bu anlamda zaten sekulardır. Sekular yani insanların bir sıra haqları vardır. İnsanlıqdan alınır. Heç bir dindən, məzhəbdən, məktəbdən qaynaqlanmır. Bu bir tərsə düşüncədir. Qərbin yeni fəlsəfəsi sekularizmi, dini, toplumsal yaşayışdan tamamilə silə, süpürə, qoya qırağa. Bu düz deyil. Qərbin yeni fəlsəfəsi bəşəri haqqı rəsmiyyətə tanımağı öz adına yaza bilməz. 400 il bundan əvvəl onlar Xorasanlı Yusif'in düşüncəsinə təzə yetişirlər. Grosswitz Hollandili hüquqçu, siyasətçi Qərbin yeni fəlsəfəsinin çərçivəsində birinci dəfə 1645-ci ildə Savaş Barış kitabında doğal haqqın sözünü salır. Dalısıca canlaq gəlir. Doğal haqqın kökünü təbiət bilir. O haqqı riayət eləməsini dövlətlərdən istəyir. Oradaydı toplumsal qərardatlar ya sosial müqavilələr, social contracts ortalığa qoyulur. Sonradan Kant Almanda üzə çıxır. Doğal haqqın əsasında insanın azadlığından bəhs açır. Kant'dan sonra Montesquieu gəlir. Ruhul Qəvanin kitabı ilə. Həmənki deyir ki, demokrasini top-tüfə ilə biz o birisi millətlərin arasına aparmalıyıq. Ruhul Qəvanindən sonra da Fiqdə gəlir. Hər şey bu təbii haqqı rəsmiyyətə tanımaqdan qaynaqlanırdı. 1000 il bundan öncə Xorasanlı Yusif Qutadğı bilik əsərində belə insani haqqı rəsmiyyətə tanımışdır. Rəiyyətlə hakimin arasında olan haqlardan danışmışdır. Xorasanlı Yusif bir filsuf kimi Farabi ilə, İbn Sina ilə, Əbu Reyhan Biruninin düşüncələri ilə tanış idi. Onlardan hörmətlə ad apararaq öz düşüncəsini onlarla yaxın görürdü. Bir sıra araşdırıcılar Balasağonlu ilə İbn Sina arasında dostluğa da işarə ediblər. Qutadğı bilik başdan başa nəsihət və hikmət kitabıdır. Xaqani dilində Qərəxanilərin dərbarında söylənilibdir. Belə dil xaqanlara, sultanlara, böyük insanlara aiddir. Tarixə qıssaca baxım nəzər salsaq, gök türklər yerlərini Uyğurlara, Uyğurlar Qarluqlara, Qarluqlar da Qaraxanilərə veribdilər. Asiyanın doğusundan Xəzər dənizinə qədər neçə yüz il hökm sürürdülər. Birinci imperatorları Bilcə Ançur Qadir xanımış. Qəznəvilərlə, Səlcuqlularla, Qərəxətailər ilə münasibətlər, ilgilər yaratmışdılar. İmperatorluq yaratmışdılar. Artırmalıyıq. Solçuların düşüncələrinin əksinə imperatorlar bəşəriyyətə, mədəniyyətə böyük qulluqçu olmuşdular. İmperiya qurarkən
yolların əmniyyətini təmin eləmək əsasında alış-verişi, ticarəti yayıbdılar. Mədəniyyətin qurucusu olubdular. Bəşəriyyəti köçərlikdən qurtarıbdılar. Gərəxanilərə al-ı Turan, al-ı Əfrasiyab da deyiblər. Turanilərin əfsanəli qəhrəmanı Alpartunqadır. Bir sıra araşdırıcılar Oğuzxan, bir sıraları da Əfrasiyab bilibdilər. Qaraxanilər Samaniləri saqit ediblər. Sasanilərin Türk-Xəzər əmperiyasına bac verməsi Samanilərin Qaraxanilərin əli ilə yıxılmasını klasik şubi əsərlərində çətin görmək olar. Xorasanlı Yusif İslam dünyasından bir sıra kələmələr, termlər, istilahlar aldıqca, musiqini ona yüklədikcə onları yaraşdırıb faxir bir kitab yaradıbdır. Belə gəlibdir. Allah kələməsi Türk aləminə birinci dəfə bu kitabdan yol tapıbdır. Dolayısıyla bu kitabda Allah kələməsi bayat ya tanrı kələmələri yanında yer alıbdır. Əcnəbi kələmə tanınmayıbdır. Xorasanlı Yusuf bütün insanların səadəti üçün yollar göstərməyə çalışır. Onun ürəyi bütün insanlara döyünür. Sultandan tutub sadə insanlara qədər. Onların səadətlərini arzulayıb yol göstərir. Qutadğobilikdə dərin hikmətlər, faydalı sözlər vardır. Örnək üçün deyir, biliklik sözü yürcə süf tək türürür. Axıtsa süfün yerdə nemət bülür. Yəni, bilgili insanların sözü topraqda axan suya bənzər. Axdıqca yer üzünü nemət bürgər. Bu hikmətin tərsi anlamı budur. Nemətsiz yerlər həkimsiz yerlərdir. Uquş qayda bulsa ululuq bulur. Bilik kimdə bulsa buduqluq alır. Uluqluq yanı fərzanəlik. Buduqluq yanı böyüklük. Fikir, düşüncə fərzanəlik gətirər. Elmili adam böyüklük qazanar. Gör arsalan bulub rasa it qabaşı, bu it yarca arsalan bulur öz taşı ya tuşu. Bir cürətli şer ya şir, aslan itlərin başçısı olsa belə it düşmənə qarşı şer olar, aslan olar. Ona görədir Farabi Mədinə-i Fazilədə rəisin bir sifətini cəsarət ilə şücaət bilirdi. Bunlar 1000 il bundan əvvəl türklərin hikmətlərindən idi. Qutadğobilik dünyanın ən əski romanıdır. Hikməti daşıyan romandır. Onda gündoğdu törə biləndir. Adil bir padişahdır. Toplumda, ölkədə ədalət qurmaq üçün çalışır. Yaxşı qanunlar, kurallar, qaydalar yazıb əməl edir. Yaxşı işləyənlərə, pis işləyənlərlə, yaxşı işləyənləri, pis işləyənləri mükafatlandırır. Alimlərə hörmət qoyur, onlarla məşvərətləşir. Onun vəziri Aydoldu bir düşüncəli, dünya görmüş, düzgün bir insandır. Ancaq tez ölür. Şahı təht qoyur. Şah ya həmən elik, onun oğlu öcüdülmüşü vəzir seçir. O da atası kimi uslu, ağıllı, düşüncəlidir. O bütün ölkə mənsəblərinin görevlərini açıqlayır. Onlara vəzifələr yazır. O vəzir, əmir, xəzinəçi, dəbir, qoşun, tək-tək mənsəblərin sahiblərinin durumunu, təklifini açıqlayır. Eyni halda din adamı olduğu üçün dünyaya İslam baxışıyla baxır. İslam görüşünə uyğun dolanır, danışır. Burada biz Balasağonlunun düşüncəsi ilə, görevləri ilə tanış oluruq. Onun bilim dairəsinin genişliyini duyuruq. Başqa bir şəxsiyyət, dördüncü şəxsiyyət udqurmuş olur. O, öyüdülmüşün qardaşı Zahid, arif, qənaətçil, siyasətçil bir insandır ki, siyasətdə gözəl bir düşüncələri vardır. O, zühdüdən irfana çatır. Mevlana demişsən, Zahid ba tərs mi tazad be pa, aşiqan pərrantər az berq و هوا.
zahid yeriyir, qaçır, arif uçur. Yeriməklə qaçmaq bir deyil. Bu sözlər arasında şəxsiyyətlərin danışığı bir simvoldur, bir simgədir. Danışan Yusuf Xorasanlının özüdür. Onun rəhbəriyyət durumu toplumda necə təsir buraxdığı ilə biz tanış oluruq. Qoşun haqqında belə deyir. Elin rəhbəri olanın qol-qanatı onun qoşunudur. Quş qanatsız uçmaq bilmədiyi kimi rəhbər də qoşunsuz böyük bir işlər görə bilməz. Qızıl gümüşü qoşundan əsirgəmək də düzgün ola bilməz. Çünki qoşun ölkənin varlığını saxlayır. Onsuz ölkə sanki yoxdur. Ya da ayrı bir yerdə örnək üçün deyir, zülm yanan bir oddur. Yaxınlaşanı yandıracaqdır. Nəzəri fəlsəfənin süzməsi, sıxması əməli fəlsəfə ya həmən hikmətdir. Pratik durulmuş fəlsəfə həmən hikmətdir. Hikmət laxlamayan, sınmayan, saxlaşdıran qaydalardır. Bir millətdə hikmət olmasa cinayətə əl vurar. Qərbin yeni fəlsəfəsi hikmətdən boşdur. Şubiyənin oradan çıxması hikmətin boşluğundandır, hikmətin doluluğundan deyil. Yoxsa hikmət səmhəyə, səhləyə, özgə dinlərə, özgə dillərə yol açırdı. Laiklik Türkün hikmətində qaynaqlanan, ədalətə dayanan bir qavramdır. Laiklik tüm düşüncələrə eşit məsafə qurmaqdır. Osmanlı devrində neçə erməni Məsihi vəzir var imiş. Kilisa, məscid bir-birinin yanında, ikisi də dolboşaldaydılar. Belə davranış, idarəçilik Türkün milli hikmətindən qaynaqlanırdır. Hikmət olsaydı, şubiyə yaranmaz idi. Türk İslam aləmi də belə parçalaşmaz idi. Şubiyə təəssüflə çeşitli devirlərdə niyə cəhlə, təhrifə, terrora əl vururdu? Əqlaniyyət, hikmət az gələndə çomaq dəyənək oyun oynayırdı. Qərbin yeni fəlsəfəsi hikmətdən lüt olaraq olmayan cinayətlərə əl vurdular. Bunlar Osmanlı dövründə Türkləri ermənilər qıranda, 1-ci Qarabağ savaşında Azərbaycanlıları ermənilər doğrayanda onlara dəstək oldular. Kürt terrorizmini yaratdılar. Təmsilçiləri ilə, Simitko ilə onun cinayətlərinə qolbudaq oldular. Cilolar Türkləri Azərbaycanda başını kəsəndə dəstək oldular. Fərqanə Türklərini ya həmən Uyğurları Çində dinsizlər bütün həqlərini, hüquqlarını bunların əllərindən alanda göz örtdülər, yardımcıl oldular. Adamlara bir iş görəndə də neçə il bundan sonra bunlar nəticələrini görürdülər. Həmən genetikdə bioterrorizmdən danışırıq. İnsanlara bir iş görəsən, 2-3 il ondan sonra onlar ölələr. Bu fəlsəfənin sonuçlarındandır. Bunlar insanın tərifində heyvanı natiqi elə Ərəstudan almışdılar. Yaxçı danışırdılar, yaxçı nitqları var idilər. Amma hər heyvandan bir sifətləri götürmüşdülər. Təəssüflə Doğuzdan şəhvəti, tülküdən fırıllaqçılığı, kaftardan ölü yeməyi, ilandan təzviri, əqrəbdən saçmağı, sıçandan nifaqı, bəyquşdan nəhs qətnamələri, qarqadan oğurluğu, gecə quşundan nurla düşmənçəliyi öyrənmişdilər. Belə fəlsəfiyə gərək Mövlanadan oxuyasan. Çünki xoffavşan bəsibinənd xab ki, cəhan mağnəd yətiməz aftab. Mən sözün sonunu Qutadoğu bilişdən Peyğəmbərin mədhinə olan hikmətlərdən başa verirəm. Xalqin ən seçilmişi, adamlarının yaxşısı, sevgili Peyğəmbəri Rəbbim göndərdi. Qaranlıq gecədə o xalq üçün məşəl idi. Ətrafa işıq saçdı, səni də nura boyadı. O Tanrını sənə göndərdiyi dəvətçi idi. Onun sayəsində doğru yola girdin ey qəhrəman. O atasını, anasını fəda etdi. Yeganə diləyi ümməti idi, ona yol göstərdi. İlahi, mənim könlümün səsini dinlə, məhşər günü məni sevgili Peyğəmbər ilə birlikdə dirilt.
Sağ olun, gələn görüşə qədər.